125 milyon dollar zərər etdilər bir hesablamanın səhvini görə. NASA qərar alır ki, Mars səthində suyu tədqiq etmək üçün bir raket hazırlayıb göndərsin. Artıq raket hazır olur və göndərilir. 1999-cu il 20 sentyabrında Marsın orbitinə daxil olan 5 Mars səthindən 140-150 km aralıqda dayanmaqdansa daha irəli gedir, səhvən 57 km uzaqlıqda qalır və beləcə oradakı sıx atmosfer təzyiqini dözə bilmir və parçalanır və yerlə əlaqəsi itir. Səbəblər belə göstərilir ki, əslində raketi hazırlayan Lockheed Martin şirkəti hesablamalarında istifadə edir. Amerikada əsas vahid sistemi, imperial vahid sistemi olan hesablama sistemindən və burada qüvvəni, daha doğrusu impulsu, itələmə qüvvəsini hesablamaq üçün istifadə edirlər funt saniyədən. Lakin navigasiya panelinin yol xəritəsini hazırlayan şirkətlər hesablamalarında istifadə edir beynəlxalq metrik vahid sistemi ilə, yəni Newton saniyədən. Bir funt 4,45 Newtona bərabər olduğundan xırda bir dəyişikliyi güclü sapmalara gətirib çıxarır. Bizim üçün xırda görsənən bir hesablama əslində böyük fəlakətlərə gətirib çıxara bilir. Riyaziyyatı gəlin daha dəqiq, daha düzgün öyrənməyə çalışaq. Qoşulun bizə 125 milyonumuz cibində qalsın.